Əziz yüksələn doğuşçular, 2026-cı ilin iyun ayı şərhinə xoş gəldiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bürcə görə hazırlanır. Yəni siz yüksələn doğuşçusınızsa, tam olaraq doğru yerdəsiniz. 21 iyuna qədər Günəş dost bürcünüz olan Əkizlər bürcündə olacaq. Bu isə sizin 5-ci eviniz deməkdir. 5-ci evin ilk mövzusu əlbəttə ki, sevgidir. Deməli, Günəşin 5-ci ev keçidi ilə birlikdə həyatınıza yeni qismətlər və fürsətlər daxil ola bilər. Artıq sizin üçün sosiallaşmaq, çölə çıxmaq, görünmək və hərəkətə keçmək vaxtıdır. 21 iyuna qədər sevgi mövzusunda gözəl təsirlər var. Əgər münasibətiniz varsa, partnyorunuzla daha çox zaman keçirə bilərsiniz. Fokusunuz münasibətlərdə olacaq. 5-ci ev uşaqları da göstərir. Uşağınız varsa, onunla daha çox məşğul ola bilərsiniz. Uşaqlarla bağlı mövzular ön plana çıxa bilər. Bəziləriniz valideyn olmaq qərarı verə bilər və ya bu mövzuda xəbərlər ala bilər. Uşaq müalicəsi və ya hamiləliklə bağlı hərəkətlilik də mümkündür. 5-ci ev hobilər və yaradıcılıq evidir. Siz yüksələn doğuşçular onsuz da fərqli düşünən, yaradıcı və orijinal insanlarsınız. Əgər xüsusi bir istedadınız varsa, bu dövrdə onu daha çox inkişaf etdirə və diqqət çəkə bilərsiniz. Çox məhsuldar və yaradıcı bir dövrdür. 5-ci ev eyni zamanda riskli investisiyaları da göstərir. Buna görə də investisiya və maliyyə ilə bağlı bəzi mövzular gündəmə gələ bilər. 21 iyundan sonra isə Günəş Xərçəng bürcünə keçir və sizin 6-cı eviniz aktivləşir. Merkuri də burada olacaq. Deməli, 21 iyundan sonra fokusunuz iş və gündəlik həyat olacaq. Çox işləyəcəyiniz bir dövr başlayır. İş yoldaşları ilə ünsiyyət artır. Ortaq işlər çoxalır və karyera baxımından hərəkətli bir dövr başlayır. İş axtarırsınızsa, görüşmələr və gözəl xəbərlər ala bilərsiniz. Merkuri burada sizə dəstək verir. Amma mən işləmirəm deyirsinizsə, gündəlik plan və proqramınız çox dolu olacaq. Hər yerə çatmağa çalışacağınız bir dövrdür. 6-cı ev eyni zamanda sağlamlıq evidir. Buna görə də bəzilərinizin sağlamlıqla bağlı həssaslıqları arta bilər. Amma Merkuri burada olduğu üçün doğru həkim, doğru müalicə və həll yolları tapmaq baxımından da dəstək var. 6-cı ev həm də ev heyvanlarını göstərir. Bəlkə ev heyvanınızın baxımı ilə məşğul olacaqsınız. Bəlkə də bir ev heyvanı sahiblənəcəksiniz. Amma burada diqqət etməli olduğunuz bir detal var. 29 iyunda Merkuri retroya başlayır. 25 iyuna qədər vacib işlərinizi həll edin. Çünki 25-dən sonra imza tələb edən işlərə başlamaq məsləhət deyil. İş müqaviləsi, evlilik, kirayə və ya daşınma müqavilələri kimi mövzularda ehtiyatlı olun. İyul ayını daha sakit keçirmək daha yaxşı olar. İndi isə gəldik ayın dolunayına. 30 iyunda Oğlaq bürcündə bir dolunay baş verəcək. Bu sizin 12-ci evinizdə olacaq. 12-ci ev biraz nəzarətimiz xaricində olan bir evdir. Buna görə də bu dolunay sizi psixoloji olaraq yorub sıxa bilər. Dolunay zamanı özünüzü emosional olaraq ağır hiss edə bilərsiniz. Daxili gərginlik və yorğunluq arta bilər. Sağlamlıq mövzularına da diqqət edin. İş mühitində problemlər, layihələrdə çətinlik və iş dəyişiklikləri mümkündür. Sağlamlığınıza da xüsusi diqqət edin. Çünki bu ay həm 6-cı, həm də 12-ci eviniz vurğulanır. 12-ci ev eyni zamanda gizli düşmənlikləri də göstərir. Buna görə kimisə maskası düşə bilər. Arxanızdan danışılan bir mövzunu öyrənə bilərsiniz. Və sonda Yupiter artıq Xərçəngdən çıxıb Şir bürcünə keçir. Bu isə sizin 7-ci eviniz deməkdir. Sevgi, evlilik, ortaqlıqlar və ikili münasibətlər evi. Çox böyük və şanslı bir dövr başlayır. Məndən bu ay üçün bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.